Gəl biraz beynini yandıraq. Deməli, Tesey Afinaya möhtəşəm bir gəmi ilə geri dönür. Afinalılar deyir ki, biz bu gəmini qoruyub saxlamalıyıq. İllər keçir, gəminin müəyyən hissələri aşınmağa başlayır və onu yeniləri ilə əvəz edirlər. Müəyyən müddət gəlir ki, gəmidə dəyişməyən bir hissə qalmır. Belə bir sual çıxır ortaya. Bu Teseyin gətirdiyi həmin gəmidir. Daha da maraqlı olan hissəsi isə meydanın digər hissəsində bu gəminin köhnə hissələrindən əvvəlkinin birəbir eynisi olan gəmi yığırlar. İndi sual yaranır. Teseyin gəmisi bu sonradan yığılan gəmidir, yoxsa hissələri dəyişdirilən gəmi? Eyni məsələ əgər mümkün olsa teleportasiya edən adama da aid olur. Sizin yerdən teleport olub Marsa getməyiniz üçün yerdəki siz gərək ki atomlara parçalanasınız. Bəs yaxşı, oradan nüsxəniz əmələ gəldiyi vaxt yerdəki aparat xarab olsa və siz atomlara parçalanmasaz, canlı qalsaz necə? Marsda da bir siz, yerdə də bir siz. Mövzu çox qarmaqarışıqdır. Sizin də fikirlərinizi şərhlərdə oxumaq istəyirəm. Bu barədə geniş videomuzu isə YouTube kanalımızdan izləyə bilərsiniz.